Aşıq Ələsgərin məşhur Dağlar şeiri haqqında danışmaq istəyirəm. Hansı ki, bahar fəsli yaz ayları gələndə misrası ilə başlayan Dağlar şeiri. Bu şeirdə bir bənd var ki, testlərdə bəzən çaşdırıcı məqam kimi verirlər. O bənd hansı bənddir? Yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın, axtarma motalın, yağın qaymağın, zəmbur çiçəyindən bal alı dağlar. Bu bənddə 3-cü, 4-cü misrada bir çaşdırıcı məqam var. 3-cü misrada odur ki, şeiri yanlış səsləndirəndə, yanlış intonasiya ilə səsləndirəndə, axtarma motalın, yağın, qaymağın kimi deyəndə, orada axtarma feilin inkar şəklindəki kimi işlənir. Ancaq orada Aşıq Ələsgər o sözü feilin inkar şəklində yox, axtarma motalın, yağın, qaymağın, yəni axtarma orada motalın, yəni süd məhsulunun adıdır da. Necə ki, motal, qaymaq var, axtarma da süd məhsullarının birinin adıdır. Yəni belə tələffüz olunmalıdır, belə səsləndirilməlidir ki, şeir axtarma motalın, yağın, qaymağın. 4-cü misrada da zəmbur çiçəyindən bal alı dağlar. Burada 4-cü misrada da cümlə vurğusunu düzgün vurmaq lazımdır. Zəmbur çiçəyindən bal alı dağlar kimi deyəndə sanki zəmbur çiçəyin adı kimi deyirik. Ancaq orada zəmbur çiçəyin adı deyil, zəmbur arının adıdır. Yəni zəmbur arısı sənin çiçəyindən bal alır dağlar kimi işlənməlidir. Əziz abituriyentlərimiz, şagirdlərimiz, bu iki məqama çox diqqət yetirməyiniz məsləhətdir.